Burada 2 ədəd diş kökü var. Əvvəllər güdül və ya metal ştift olmuş diş köklərdir. Çox çürümüş bir vəziyyətdədir. Artıq diş ətləri hiperemik bir vəziyyətdədir. Burada diqqətlə baxsaq, hiperemiyalaşıb, yəni qızarıb, şişkinləşib, toxunan kimi qanayan bir vəziyyətdədir. İmplant məsləhət bildik, implant istəmir. Dişləri çəkib, buradan körpü qoymağı istəyir. Bu dişlərdə də zədələrimiz var, görürük. Bunları indi çəkirik. Bu dişlərin, bu köklərin çəkiminə bir baxaq. İndi iğnə vuracağıq. Amma biraz qorxur pasiyentimiz. Eləmi? Çox qorxur, eləmi? Gülürüz. Bir dəfə diş çəkmişik. Bir baxaq iğnənin vurulmasına baxaq. Ağzın bu bölgəsi iğnə vurulanda daha çox ağrı verən bir bölgədir. Böyləsin. Burada əsas məsələ sümüyün bu divarını qorumaqdır. Biz buranı qoruyub saxlaya bildik. Yəni bu hissəni dağıtmadı. Kök çəkildi, hazır. Ağrı var mı? Var. Bitti. Bağlayın, dodağı bağlayın, dodağı bağlayın. Bitti. Ağrı oldu. Var. Geçmiş olsun. Tamam.